Prezident administrasiyasının sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığa qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev dənizkənarı bulvar yaxınlığında ev axtarır. Bu işdə ona Kənan adlı yaxın qohumu vasitəçilik edərək köməklik göstərir. Manşet azın əldə etdiyi məlumata görə Mehdiyev ev dustaqlığını məhz bulvar kənarında yerləşən evlərin birində keçirmək istəyir. Həkim məsləhətinə əsasən Mehdiyev dəniz havasına yaxın ərazidə yaşamalıdır. Lakin onun Novxanı qəsəbəsində yerləşən evi şəhər mərkəzindən uzaq olduğu üçün bu məqsədə uyğun hesab edilmir. Bildirilir ki, onun səhhəti tez-tez pisləşdiyindən ailəsi sağlamlığı ilə bağlı tədbirlər görməyə çalışır. Kənan adlı vasitəçi Mehdiyevin tapşırığı ilə təxminən 1 milyon 500 min manat qiymətində sahəsi 150 kvadrat metrdən çox olan tam təmirli mənzil axtarır. Bu məlumatla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlanılmağa çalışılsa da bu mümkün olmayıb. Daha sonra Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə yaradılıb. Əliyev əvvəlcə telefonda danışanın köməkçi olduğunu bildirsə də sonra danışığından onun özü olduğu aydın olub. Ona Ramiz Mehdiyevin dənizkənarı bulvar ərazisində 1 milyon manata ev axtardığı ilə bağlı sual verilib. Sabiq deputat bu məlumatı təkzib etməyib.